Rəvayətlərə görə, xanım Fatimeyi Zəhra bir müddət ev işlərində çətinlik çəkirdi. Həzrət Əli bunu görüb ona buyurdu ki, atasının yanına getsin və kömək üçün xidmətçi istəsin. Xanım Zəhra Peyğəmbərin hüzuruna gedib, lakin utandığından öz xahişini etmədən geri qayıdıb. Səhərsi gün Həzrəti Peyğəmbər sübh vaxtı Həzrət Fatimənin evinə yollanıb və dünən gəlməsinin səbəbini soruşdu. İmam Əli Peyğəmbərə məsələni izah etdikdən sonra Allah Rəsulu buyurdu: Ey Fatimə, səni xidmətçidən yaxşı bir şeylə tanış edim. Beləliklə, Peyğəmbər hər namazdan sonra və yatan zaman onları deməsi üçün Həzrət Fatimə zikri adı ilə məşhur olan zikri ona öyrətdi. Xanım Zəhranın zikri 34 dəfə Allahu Əkbər, 33 dəfə Subhanallah və 33 dəfə Əlhəmdülillahdan ibarətdir. İmam Sadiq əleyhissalam buyurub, çoxlu zikirdən məqsəd Fatimeyi Zəhranın zikridir ki, təkbir, Allahu Əkbər, həmd, Əlhəmdülillah və təsbihdən Subhanallah ibarətdir. Hədislərdə Fatimeyi Zəhranın bu zikrini La iləhə illallah kəlməsi ilə tamamlamaq tövsiyə edilir. İmam həmçinin buyurub, hər kəs Allahı çox xatırlasa, Allah Taala ona öz lütfü sayəsində behiştlərində yer verəcək. İmam Hadidən nəql edilir ki, Əhl-i Beyt yatan zaman 10 əməli yerinə yetirib. Onlardan biri də Həzrət Zəhranın zikridir. İmam Sadiqin əleyhissalam, bu zikri oxumaq bizim üçün 1000 rəkət namazdan üstündür. İmam Baqir əleyhissalam, Allah Taalaya hər namazdan sonra deyilən Həzrət Fatimənin zikrindən daha üstün bir əməllə ibadət olunmamışdı. Və əgər ondan daha üstün bir əməl olsaydı, Peyğəmbər salavatullah onu qızı Fatiməyə bəxş edərdi. İmam Sadiq əleyhissalam buyurub, hər kəs vacib namazdan sonra sağ ayağını sol ayağının üstündən götürməmişdən əvvəl Fatimeyi Zəhranın zikrini desə, bütün günahları bağışlanar və bu zikri Allahu Əkbərdən başlasın. Hədislərə əsasən Fatimeyi Zəhranın zikrinin faydaları kimi bədbəxtlikdən nicat tapmaq, günahların bağışlanması, behiştin vacib olması, mələklərin qayğısı, təhlükələrdən qorunmağı qeyd etmək olar.